Təzyiq xəstələri gecə niyə rahat yata bilmir? Dostlar, bu videonu yaddaşda saxlayın və təzyiqi olan yaxınlarınıza göndərin. Çox adam elə bilir ki, təzyiq qalxanda sadəcə baş ağrıyır, amma təzyiq problemi olan insanlarda gecə yuxusu da pozula bilir. Birinci səbəb stressdir. İnsan əsəbləşəndə, narahat olanda ürək daha sürətli döyünməyə başlayır və beyin sakitləşmir. İnsan yatağa girsə belə yuxusu gəlmir. İkinci səbəb yuxu apnesi ola bilər. Əgər insan gecə xorulduyursa, nəfəsi dayanırmış kimi olursa, tez-tez oyanırsa, bu hal həm də yuxunu pozar, həm də ki təzyiqə pis təsir edə bilər. Üçüncü səbəb axşam duzlu və ağır yeməklərdir. Bəli, duz bədəndə maye saxlayır. Gecə narahatlıq, susuzluq və təzyiq dalğalanması yarada bilir. Dördüncü səbəb isə çay, kofe və telefondur. Axşam saatlarında kofein və ekran işığı beynə hələ yatmaq vaxtı deyil siqnalı verir. Əgər sizdə də gecə yata bilməmək, həyəcan, əsəbilik, min dənə fikrin beyninə dolması, səhər yorğun oyanma kimi hallar olursa, əlavə dəstək kimi Dream Drops damcılarından istifadə edə bilərsiniz. Dream Drops bildirim ki, dərman deyil, bitki tərkibli qida əlavəsidir. Tərkibində passiflora bitkisi, glisin, melisa bitkisi, valerian, B6 vitamini və yuxu hormonu olan melatonin var. Bu komponentlər birlikdə sinir sisteminin sakitləşməsinə, yuxuya getmənin asanlaşmasına və yuxu rejiminin tənzimlənməsinə dəstək olur. Dream Drops bildirim ki, damcı formasındadır. Siz bu məhsulu yatmamışdan ən azı 1 saat əvvəl içə bilərsiniz. Həm dadı yaxşıdır, həm də ki, bitki tərkibli olduğu üçün əlavə təsirləri də yoxdur. Sadəcə gündüz saatlarında içib sükan arxasında oturmayın, çünki sizə yuxu verə bilər. İtaliya istehsalı olan bitki tərkibli Dream Drops məhsulunu bütün apteklərdən əldə edə bilərsiniz.